Demək uşaqlar, indi gəlin ikilik say sistemindən 16-lıq say sisteminə keçirmənin qaydasını öyrənək. Bir də 16-lıqdan ikiliyə keçirmənin qaydası var. Biz ikilikdən 16-lığa keçirməni öyrənək. İkilikdən 16-lığa necə keçirilir? Bura misal üçün yazılır 1, 0, 0, 1, 1, 1, 1, 1, 1. Bu 12-lik say sistemindədir. Bunu 16-lıq say sisteminə keçirmək istəyirəmsə, bunu 4-4 böləcəm. Sağdan başlayaraq 1, 2, 3, 4. 1, 2, 3, 4. 4 dənə bölürəm. 1, 2, 3, 4. 4 dənə bölürəm. Buraya yazıram 1, 2, 4, 8. 1, 2, 4, 8, 1. Burada başlayıram. Hansında birlər varsa onu qruplayıram. 1-də var, 2-də var, 4-də var, bir də 8-də var. Burada hansında var? 1-də var, bir də hansında var? 2-də var. Burada hansında var? Bir dənə 1-də var. Başlayıram. Hansında yumrular varsa onları toplayıram. 8, 4, 2, 1. Neçə elədi? 8 4 yanında 12, 14, 15. 15 biz bilirik ki 16-lıq say sistemində F deməkdir. Buraya yazıram F. Burada 2 ilə 1-i toplayıram, 3 eləyir. Burada 3 yazıram. Burada da 1 olub deyə 1 yazıram. Cavab olacaq 1, 3, F. 1, 3, bir dənə də F yazıram. Bu da olacaq nədə? 16-lıq say sistemində. Testlərdə də var, nümunələrdə. Bax, bir də göstərirəm. Yazıram ki 1, 1, 1, 0, 0, 0, 1, 1, 1. Bu rəqəmləri 16-lıq say sisteminə keçir. 4, 4 sağdan bölməlisiniz. 1, 2, 3, 4 bölürsünüz. Sonra yazırsınız 1, 2, 4, 8, 1, 2, 4, 8, 1. Yuxarılarına 1, 2, 4, 8 yazırsınız. Və hansılardakı 1 varsa onları qruplayırsınız. Burada var, bir də bunda var, bir də bunda var. 1 burada elədi, 8 ilə 4, 12 edir. Biz də 12-nin cavabını bilirik ki, A 10, B 11, C 12-dir. Buraya C yazıram. Burada 4-də var, 2-də var, 1-də var. Bu da edir 6, 7. 1, C 7. Cavab olacaq 1, C 7. Sonra buranı siləm. Bu oldu ikilik say sistemindən 16-lıq say sisteminə keçirilmənin qaydası. 4-4 bölürsünüz. Sadəcə bu xatırlatma videosu kimi yazmışam ki, nə vaxt sənizə düşməsə bu videolara baxıb dərsdə keçdiklərinizi xatırlaya bilərsiniz. Bir də 16-lıq say sistemindən ikilik say sisteminə keçirilmənin qaydasını deyim. Yaddaş tutumlarını da deyəcəm. Demək, 16-lıq say sistemində olan bir ədəd yazıram ki 4, 3, A. Bu 16-lıq say sistemindədir. Bunu ikilik say sisteminə keçirməliyəm. Burada hər bir rəqəm ayrı-ayrı baxsınız. 4, 3, A, 16-lıqdadır. Bunu ikiyə keçirməlisiniz. Burada hər bir rəqəmə ayrı-ayrı baxırıq. 4-ü ayrıca bir rəqəm kimi, 3-ü ayrıca bir rəqəm kimi, A-yı ayrıca bir rəqəm kimi. 4, 3, A. Və 1, 2, 4, 8-dən istifadə etməklə biz bu rəqəmi necə düzəldə bilərik, onu qeyd edirik. Baxıram ki, 4-ü düzəltməyim üçün, bununla belə yazaq ki, istəyirsiniz, səriyəli olsun. 4-ü düzəltməyim üçün mən burada bir dənə nəyim olmalıdır? 4-də bir dənə birim olsa kifayət. Burada nə olacaq? 0, 0, 0. Yəni bir dənə 4 bizə kifayət edir. 3-ü düzəltmək üçün biz hansı rəqəmləri burada cəmləməliyik? 2 ilə 1-i. Buraya yazacağım 1, burada yazacağım 1. Bunlardan nə olacaq? 0, 0. A 10 deməkdir. 10-u düzəltmək üçün mən burada hansı rəqəmlərdən istifadə etməliyəm? 8-dən bir dənədən 2-dən. Onda 8-də bir dənə 1 qoyacağım. 4-də yoxdur 0, 2-də var 1, 1-də yoxdur 0. Sonra başlayacağım rəqəmini tam olaraq düzməyə. Qabağında bəzi vaxtlar 0-ı verməyə də bilər, amma istəsəz yaza da bilərsiniz. Cavab olacaq bax belə. Birinci 4, 0, 1, 0, 0, 0, 1, 0, 0, 3, 0, 0, 1, 1, 0, 0, 1, 1. A, 1, 0, 1, 0, 1, 0, 1, 0. Artıq bu rəqəmimiz olacaq. İkilik say sistemində. Bir dənəsi də görsəlim. Baxın, desək ki, 3,
Tutaq 3, F, 9, 16-lıq say sistemindədir. Bunu biz ikilik say sisteminə keçirməliyik. Biz 3-ü ayrıca bir rəqəm kimi, F-i ayrıca bir rəqəm kimi, bir də 9-u ayrıca bir rəqəm kimi baxacaq. 3-ə qədər 9-u ayrıca bir rəqəm kimi baxacaq. Sonra nə? Qocanım, mən şey Üç, F, 9, 16-lıqdadır. Bunu 2-yə keçirmək lazımdır. 3 ayrıca bir rəqəm kimi, F ayrıca bir rəqəm kimi, 9 ayrıca bir rəqəm kimi baxacaq. Sonra bunu 1, 2, 4, 8 qaydasına görə yazacaq. 1, 2, 4, burada yazacağım 8. Sonra baxacam ki, mən 3-ü necə düzəldə bilərəm? Bu 1, 2, 4, 8-dən ibarət. 3 görürəm 2 ilə 1-in cəmidir. Burada 1, burada 1. Bunlara nə yazacağım? 0. F necə deməkdir? 15. 16-lıq say sistemində F 15 deməkdir. 8, 4, 2, 1-in cəmidir. Deməli, bunların hamısında nə olacaq? 1 olacaq. 9 nə deməkdir? 8 ilə nəyin cəmidir? 1-in cəmidir. 1, bir də burada 1 olacaq. Bunlar da nə yazılacaq? 0. Olacaq 1, 1. 3-dən başlayıb düzəcəm. 0-ları yazıla bilərəm, ya da yazıram yaxşı. 0, 0, 1, 1, 4 dənə 1, 1, 2 dənə 0, 1. Dolacaq ikinci say sistemində olan bir ədəd. Belə.